Salam dəyərli dostlar, Yaşıl üzlü testdən cümlə üzvlərinin izahı ilə davam edirik. 31-ci suala nəzər salaq. Klasterin boş xanasına hansı fikirlər yazıla bilər? Deməli, müxtəlif sözlərlə bağlı doğru fikirləri müəyyən etməliyik. Dönə-dönə sözü cümlədə tərz məzmunu ifadə edib müstəqil cümlə üzvü rolundadırsa, zərfliyin ifadə vasitəsi mürəkkəb zərfdir. Bu fikir yanlışdır. Çünki dönə-dönə tərz məzmununu ifadə edərsə, dönə-dönə feili bağlama olacaqdır. Dönə-dönə yalnız miqdar zərfi mövqeyində çıxış edə bilər. Burada deyir, tərz məzmunu bildirir. Tərz məzmunu bildiribsə, dönə-dönə feili bağlama olmalıdır. Yəni, həmin o zərfliyin ifadə vasitəsi mürəkkəb zərf olması üçün gərək o dönə-dönə sözü miqdar məzmunu ifadə eləsin, tərz yox. Ona görə bir yanlışdır. Ələyim sözündə iki leksik bir qrammatik olarsa, əldən ələmə, ələməkdən ələk, mənim ələyim. Bu formada olar. Sxeminə uyğun gələrsə, bu formada feili xəbərin ifadə vasitəsi ola bilməz. Bəli, burada isim olacaqdır, mənim ələyim. Feili xəbər olması üçün təhlili belə olmalı idi. Əldən ələmək, mən ələyim. Y burada bitişdiricisi, im də burada şəxs şəkilçisi olmalıdır, feilin əmr şəklində. Burada feili xəbərin ifadə vasitəsi ola bilməz fikri 2-də doğru olacaqdır. İtirdi sözü nə edirdi? Sualın tərkibindəki şəkilçilər artıq müəyyənləşdirdi ki, buradakı hər ikisi qrammatikdir. Sualına cavab verirsə, xəbərin ifadə vasitəsi quruluşca düzəltmə olmayan feildir. Bəli, quruluş düzəltmə olmayan feil olacaqdır. 3 də doğrudur. 4-ə baxırıq. Hamı yatırdı, amma ancaq sən oxuyurdun cümləsində fikrin müxtəlif cür anlaşılması sintetik təhlilə təsir edir. Oxuyurdun kim, sən, yatırdı kim, hamı. Hamı yatırdı, ancaq sən oxuyurdun, yalnız sən oxuyurdun. Hamı yatırdı, amma ancaq sən oxuyurdun. Yəni, burada ancağı biz bağlayıcı kimi də düşünsək, ədat kimi də düşünsək, yenə də cümlənin sintaktik təhlilinə təsir etməyəcəkdir. Ona görə 4 yanlış olacaqdır. Burada deyir, təsir edir. Doğru cavabı 2, 3, B bəndi olacaqdır. Təyin işlənib işlənməməsinə görə cümlələrdən biri fərqlidir. Saysız, hesabsız əsərləri sən bizə izah etmişdin. İzah etmişdin nəyi, əsərləri, hansı əsərləri saysız, hesabsız. Burada təyin var. Sonra onlar mənim dediyim sözlərə inanmaq istəmir. Nədir? İnanmaq istəmir. Nəyə sözlərə? Hansı sözlərə? Mənim dediyim. Burada da təyin var. Maraqlı fikirlərə baxanda bizimlə paylaşın. Paylaşın kimlə? Bizimlə. Nə zaman? Maraqlı filmlərə baxanda. Burada təyin yoxdur. O zaman qarşıdakı meşənin ağaclarını qıracaqlar. Qıracaqlar haranı? Nəyi meşənin ağaclarını? Hansı meşənin qarşıdakı? Burada da var. Həmin günü mən də xatırlayıram. Xatırlayıram ki, mən günü xatırlayıram. Hansı günü? Həmin günü. Burada da təyin var. Hamısında təyin var, amma C variantında təyin olmadığı üçün testin doğru cavabı C bəndi olacaqdır. 33-cü suala baxırıq. Onda həvəsli idim. Müharibə olmasaydı oxumaq istəyirdim. Amma belə görünür ki, bunlar buradan getməyəcən başqa işlər görmək olmayacaqdır. Deməli, iki xanada da uyğunluq gözlənilmişdir. Doğrunun altından biz doğrunu seçməliyik. Yanlışın altından da yanlışı seçməliyik ki, uyğunluq gözlənilsin burada. Deməli, isim xəbər sifətlə ifadə olunub, isimləşməyibdir. Necə idim? Həvəsli idim. Bu düzdür. Tərz hərəkət zərfli ifadə olunmayıbdır. Görürəm, amma belə görürəm ki, necə görürəm? Burada tərz hərəkət zərfli ifadə olunmayıb, əvəzliklə ifadə olunubdur. Bu fikir də doğrudur. Yanlışın altından doğrunu götürə bilməliyik. Ona görə A bəndi səhvdir. 2 ilə rəqəmlənmiş cümlə mübtəda və xəbərdən ibarətdir. Olsaydı, nə müharidə var olmaq mənasında olduğu üçün burada müstəqil şəkildə götürəcəyik biz. Bu doğrudur. 4 ilə rəqəmlənmiş cümlədə məsdər tərkibi mübtəda rolundadır. Deməli, bunlar buradan getməyənəcən başqa işlər görmək olmayacaqdır. Görmək olmayacaqdır. Burada görmək sözü, özündən sonra olmaq sözü gələrsə, o zaman onunla bir yerdə xəbər olacaqdır. Burada məsdər tərkibi mübtəda rolunda deyil. Ümumiyyətlə, məsdər burada tərkib yarada bilməyib. Ona görə bu fikir yanlışdır. Yanlış olduğu üçün yanlışın altından doğrudur. Testin doğru cavabı B bəndidir. Bir
1 ilə rəqəmlənmiş cümlədə zərflik quruluşca düzəltməlidir. Onda deməli 1 ilə rəqəmlənmiş, həvəsli idim sifəti olacaqdır. Onda sözünü götürəcəyik. 2 ilə rəqəmlənmiş cümlədə yalnız xəbərdən ibarətdir. Bu fikir yanlışdır. Mübtədə və xəbərdən ibarətdir burada. 2 ilə rəqəmlənmiş. Ona görə deməli burada bu fikir yanlış oldu. 1 də yanlış, C də yanlışdır. Hər iki xana yanlış olduğu üçün C bəndini biz doğru cavab kimi götürə bilmərik. Çünki cümlə üzvləri quruluşca heç vaxt düzəltmə ola bilmir. Ya mürəkkəb olacaq, ya sadə olacaq. Burada deyir zərflik quruluşca düzəltmədir. Ona görə fikir burada yanlış olmuş olacaqdır. Yanlışsa doğrunun altına götürə bilmərik. Xəbərlərdən ikisi feilin xəbər şəklindədir. Müharibə olsaydı sağ şəklindədir. Oxumaq istəyirdim xəbər şəklindədir. Amma belə görürəm ki, xəbər şəklindədir. Bunlar buradan getməyəcək, başqa işlər görmək olmayacaq. Burada xəbərlərdən ikisi feilin xəbər şəklində yox, olmayacaq. Sonra görürəm, bir də istəyirdim. Üçü xəbər şəklindədir. Ona görə D bəndi yanlış olacaqdır. İndiki zamanda işlənmiş feillər feili xəbərin ifadə vasitəsidir. Bunu ikinci tərəfə baxaq. Məslərdən sonra işlənmiş təsriflənən feillər məslərlə birlikdə xəbərdir. Deməli, məslərdən sonra işlənmiş təsriflənən feil görmək olmayacaqdır. Bəli, bu məslərdən sonra işlənmiş təsriflənən feil məslərlə birlikdə xəbərdir. Bu fikir doğrudur. Ona görə yanlışın altına götürə bilməyəcək. Başqası varmı? Müharibə olmasaydı oxumaq istəyirdim. Görmək olmayacaq. Bu fikir doğru olduğu üçün yanlışın altına götürülə bilməz. Ona görə E variantı da yanlışdır. 34 ilə davam edirik. Əlimdə kitab şosсе yollarını gəzirdi. Öz fikrini hamıdan gizlətsə də Lalə onun səssizliyini anlayırdı. Cümləsinin təhlilinə aid olan fikirləri müəyyənləşdirin. Təyini əvəzlik, təyini ifadə vasitəsi olmasa da sifəti əvəz edibdir. Deməli, öz sözü biz bilirik ki, müstəqil şəkildə cümlə üzvü mövqeyində çıxış etmir, əgər formacı dəyişməyibsə. Ona görə təyini əvəzlik burada təyini ifadə vasitəsi deyil, sifət əvəz eləyibdir, amma bir doğrudur. Fərqləndirən hissədə ismi birləşmələrdən biri zərfliyin ifadə vasitəsidir, digəri isə tamamlığın. Əlində kitab şosсе yollarını gəzirdi. Nə edir gəzirdi? Haranı? Şosse yollarını. Deməli, necə gəzirdi? Əlində kitab. Deməli, fərqləndirən hissədə isim birləşmələrdən biri zərfliyin, biri tamamlığın ifadə vasitəsidir. 2 doğru oldu. 3-ə baxırıq. Tamamlıqlardan biri isimli xüsusiyyətlərini daşıyan sifətlə ifadə olunmuşdur. Şosсе yollarını gəzirdi, öz fikrini hamıdan gizlətsə də onun səssizliyindən. Ümumiyyətlə, burada sifət yoxdur ki, onun isimli xüsusiyyətini daşıyan sifət yoxdur ki, bəli, yoxdur ki, o cümlə üzvünün ifadə vasitəsi olsun. 3 səhvdir. Aslı tərəfi yerlik halda olan isimli birləşmə yer zərfliyin ifadə vasitəsidir. Aslı tərəfi yerlik halda olan isimli birləşmə burada şosсе sözüdür. O da yer zərfliyin ifadə vasitəsi deyil, tamamlanan ifadə vasitəsidir. Özündən sonraki sözlə bir yerdə. Adlı halda olan isim işlənsə də cümlədə subyekt işlənməyibdir. Lalə onun səssizliyini anlayırdı. Nə edirdi? Anlayırdı kim? Lalə. Subyekt burada var, ona görə 5 səhvdir. Düzəltmə isim şəxsi dəqiq olmayan sözdür. Səssizliyindən, onun səssizliyindən anlayırdı. Burada 3-cü şəxsə aid olacaqdır. Ona görə 6 da yanlışdır. Sintaktik əlaqənin yalnız aslı tərəfidir. Səssiz anlayırdı nədən səssizliyindən kim? Lalə. Aslı tərəf olmasın, aslı tərəfdir, amma şəxsi dəqiq deyil fikri yanlışdır. Fikirlərdən ikisi doğru olduğu üçün testin doğru cavabı E bəndidir. 35-ə baxırıq. Klasteri tamamlayacaq fikirləri müəyyən edin. Eyvandan qalxıb pallı paltarlı taxtın üzərində uzandı cümləsində təzərkəz zərfliyi işlənibdir. Nə etdi? Uzandı. Hara uzandı? Taxtın üzərinə. Necə uzandı? Parlı paltarlı uzandı. Necə? Eyvandan qalxıb. Deməli, cümlədə təzərkəz zərfliyi işlənibdir. Bu fikir doğrudur. Həyətdəki daşlar od kimi isti idi cümləsində 2 təyin işlənmişdir.
İsti idi, necə isti idi, od kimi zərflikdir burada. Nə daşlar, hansı daşlar həyatdakı cümlədə iki təyin işlənibdir. Bu səhvdir, bir təyin işlənibdir burada. Frazeoloji birləşmə həm isim, həm də fe'li xəbərin ifadə vasitəsi ola bilər. Bu doğrudur. Xəbər mübtədən fərqli olaraq cümlənin ən zəruri üzvüdür. Bəli, xəbər cümlənin ən zəruri üzvüdür. Müstəqil isə cümlənin ən müstəqil üzvüdür. Mübtədə işlənməyən cümlədə təyin subyektə aid ola bilməz. Bu fikir yanlışdır. Məsələn, bilirsən ki, dostum Emil tərəfindən yazıldı. Nə etdi? Yazıldı. Kim tərəfindən? Emil tərəfindən. Hansı Emil tərəfindən? Dostum Emil tərəfindən. Mübtədə işləməyibdir. Mübtədə işlənməyən cümlədə təyin subyektə aid ola bildi. Ona görə 5 səhvdir. A variantı testin doğru cavabı. Hansı cümlədə mənsubiyyə şəkilçisinin ixtisar edilsə, cümlə üzvlərinin sayı artar. Deməli, sizin uşaqlarınız gələndə sovqat göndərəcəm. Necə göndərəcəm? Nə sovqat? Deməli, bu tamamlıqdır. Nə zaman? Sizin uşaqlar gələndə. Uşağınızı da buradan isə yenə sizin uşaqlar gələndə bütövlükdə deməli, fe'li bağlama tərkib olacaqdır. Ona görə A-nı götürə bilmərik. Ay oğul, bizim zamanlarda belə şey yox idi. Yox idi. Imızı silsək bizim zamanlarda yox idi deyə bilmirik. Bizim zamanlarda yoxdur. Yenə də müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi ola bilməyəcəkdir. Sizdən aldığımız hədiyyələr öz evimizə apardı. Deməli, apardıq. Nəyi hədiyyələri? Hansı hədiyyələri? Ümumiyyətlə, burada mənsubiyyə şəkilçisini ixtisar edə bilmirik. Sizdən aldıq, yəni bu formada burada ixtisar mümkün deyil. Öz evimizdə də imizi silsək, apardıq hara? Öz evim. Yenə də özdən sonra imizi silə bilmir. Çünki həmişə özündən sonra mənsubiyyə şəkilçili bir söz tələb edir. Bax, o görünən torpaqlar bizim kəndimizdir. Kəndimizdir. Əgər imizi silsək burada bizim kəndlərdir. Demək, hansı kəndlərdir? Hansı kəndlərdir? Bizim kəndlərdir. Əgər burada imizi silsək, bizim sözü müstəqil şəkildə təyin mövqeyinə çıxış eləyəcəkdir. D variantı doğrudur. Bizim tərəflərimizdə, yenə də imizi silsək burada, bizim tərəflər bütövlükdə cümlə üzvü olacaqdır. Çünki tərəflərdə bol olar. Yəni, birbaşa xəbərlə sintaktik əlaqəyə girmir. Gərək bizim sözlə bir yerdə sintaktik əlaqəyə girmiş olsun. Qaraldın sözünü cümlənin xəbəri olarsa, qaradan qaralmaq, qaralt bu formada. Bir də qaraldığını belə düşünə bilərik. Qaraldın, sən qaraldın, qaraldın. Deyir, həmin cümlədə mübtədə işlənməz. Niyə işlənmir? Sən qaraldın olduqda mübtədə işlənəcəkdir. Mübtədadan asılı olaraq müxtəlif şəkillərdə düşünülər. Bəli, sən qaraldın desək, burada xəbər şəklində olacaqdır. Siz qaraldın, qaralt. Bu formada düşünsək isə əmr şəklində olacaqdır. Ona görə B variantı doğrudur. Xəbərlərin ifadə vasitəsi quruluşca sadə və düzəltmə düşünülə bilər. Xəbərin ifadə vasitəsi quruluşca sadə və düzəltmə düşünülə bilər. Bütün hallarda bu söz düzəltmə olacaqdır. Çünki orada al şəkilçisi var. Ona görə C bəndini götürə bilmərik. Əmr cümləsinin xəbəri ola bilməz. Səhv də ola bilər bu halda. Yalnız sifətdən düzələn söz kimi işlənir. Xeyr, qaralmaqdan qaraltmaq dedikdə bu söz burada fe'ldən düzəlir. Buna görə E bəndində düşünə bilmərik. 38-dən davam edirik. O səssiz addımlarla güllərin arasında dolaşdı. Həyətin hər tərəfini gəzdi. Oradakı bağçaya çatanda isə geriyə döndü. Cümləsinə əsasən cədvəldə uyğun fikirləri müəyyənləşdirməliyik. Deməli, baxaq, o səssiz addımlar güllərin arasında dolaşdı. Nə etdi? Dolaşdı. Harada dolaşdı? Güllərin arasında. Kim o? Necə dolaşdı? Səssiz addımlarla. Sonra həyətin hər tərəfini nə etdi? Gəzdi. Haranı? Həyətin hər tərəfini. Nə etdi? Döndü. Hara döndü? Geri. Nə zaman? Oradakı bağçaya çatanda. Cümlədə təyin işlənməyib A variantı ilə doğru olmuş olacaqdır. Tərz hərəkət səhvliyi qoşmalı isimli ifadə olunubdur. Burada qoşmalı isim ümumiyyətlə
yoxdur. Ona görə B səhvdir. Hər tərəf əvəzlik deyil, tərəf isimdir, hər əvəzlikdir. C səhvdir. Fərqlənilən birləşmə tamamlığın ifadə vasitəsidir. Düzdür. Yanlışın altına götürülməz. Səhvliklərdən ikisi ifadə vasitəsi ismi birləşmədir. Səssiz addımlarda bir də güllərin arasında. Bu da düzdür. Yanlışın altına götürülə bilməz. Bütün hallarda testin doğru cavabı A bəndi olacaq. 39-dan davam edirik. Dostlar, cavan qalır şeirlərimdə. Cavan qalır kim dostlar? Nədə? Şeirlərimdə. Qocalmaq istəmir dostlar mənimlə. Qocalmaq istəmir kim dostlar? Kim ilə mənimlə. İndi buradan doğru cavabı müəyyənləşdirməliyik. Deyir, ikinci misrada məstər tərkibi cümlə üzvünün ifadə vasitəsidir. Ümumiyyətlə, ikinci cümlədə məstər tərkibi əmələ gətirə bilmir. Məstər biz demişik ki, özündən sonra istəmək və başlamaq sözlərlə bir yerdə bir cümlə üzvü olur. Ona görə A səhvdir. Uzlaşma əlaqəsi kəmiyyətcə gözlənilməsə də deməli, qrammatik norma pozulmayıbdır. Burada inversiya var, qrammatik norma pozulub B bəndi səhvdir. Tamamlanan ifadə vasitəsi eynidir. C variantı da yanlışdır. Çünki biri isimlə, biri əvəzliklə ifadə olunubdur. Fe'li xəbərlər fe'lin əmr xəbər şəklindədir. Qocalmaq istəmir xəbər şəklindədir. Cavan qalır xəbər şəklindədir. D bəndi səhvdir. İkinci misrada məlum növdə olan fe'l xəbərin tərkib hissəsidir. Bəli, istəmir sözü burada xəbərin tərkib hissəsi olacaqdır. Ona görə E variantı doğru cavab olacaqdır. 40-cı sualla davam edirik. Küçədəki sərnişin gözləri cümləsindəki sifətin ismi xüsusiyyətini daşıdığını nəzərə alsa, nedir? Gözləyir kim? Küçədəki kimi? Sərnişini. Doğru fikri müəyyənləşdirməliyik burada. İsimə i şəkilçi qoşulsa, sözdə bitişdirici samit işlənəcəkdir. Sərnişini yox, işlənməyəcəkdir. A bəndi səhvdir. Cümlədə təyin, mübtəda, xəbər işlənibdir. Təyin yoxdur burada. Mübtəda tamamlıq xəbərdir. Baş yüzlərin hər ikisinin işləndiyini əmrlə demək mümkündür. C bəndi doğrudur. Mübtəda da var, xəbərdir. Cümlə daxilində kim sualına cavab verən isim tamamlığın ifadə vasitəsidir. Sərnişin sözü orada nə sualına cavab verir? Qeyri-müəyyən təsirli haldadır. D də səhvdir. Cümlə üzvlərinin hamısı bir-biri ilə sintaktik əlaqədədir. Tamamlıqla mübtəda heç vaxt bir-birinə sintaktik əlaqəyə girə bilmədiyi üçün E variantı da yanlışdır. 41-ci testindən davam edirik. Don aparmış ümidlər, aylar qış yuxusundan, yaz yağmuru altında ürəklər görüşəndə. Deməli, don aparmış ümidlər, aylar qış yuxusundan. Nədir aylar, nədən qış yuxusundan, nə ümidlər, hansı ümidlər don aparmış, nə zaman yaz yağmuru altında ürəklər görüşəndə. Bu hamısı bir yerdə zəflik etdi. Deməli, xəbərin ifadə vasitəsi məlum növdə işlənmiş fe'ldir, bir doğrudur. Fərqləndirilmiş sistem müstəqil şəkildə zərfliyin ifadə vasitəsidir. 2 yanlışdır, çünki fe'li bağlamanın tərkibində təhlil olunur. Təyin fe'li sifət ilə, tamamlıq isə isim birləşmə ilə ifadə olunubdur. Don aparmış fe'li sifətdir. Tamamlıq da burada qış yuxusundan, bu da doğrudur. 4-ə baxırıq. Bir-birlə sintaktik əlaqəyə girməyən ikinci dərəcəli cümlə üzvləri işlənmişdir. Bəli, zərfli ilə tamamlıq bir-birinə sintaktik əlaqəyə girmir. 4-də doğru. Cümlədə 2 zərfli işlənsə də biri bir xəbər işlənibdir. Cümlədə cəmi 1 zərfli işlənir. Buna görə 5 yanlışdır. Testin doğru cavabı 1, 3, 4 A variantıdır. 42-ci test. Minildir elmi fəlsəfə cavab gəzir suallara. Cavabsa xeyli sadədir. Adam gərək adam olam. Deməli, nümunəsi ilə bağlı verilmiş fikirlərdən hansı doğrudur? Fe'lə amonim olan say təyin ifadə vasitəsidir. Burada min sözlü fe'lə amonim olan, o da təyin ifadə vasitəsi deyil. Xəbərin tərkib hissəsi, ona görə A bəndi səhvdir. Fe'li xəbərlərin ifadə vasitəsi məlum növdədir, xəbər şəklindədir. Adam ola, bu xəbər şəklində deyil, ona görə B bəndi səhvdir. Təyindən başqa bütün cümlə üzvləri işlənibdir. Adam ola, kim adam, sadədir, necədir, nə qədər, xeyli, nə cavab. Deməli, burada cavab gəzir nəyə? Suallara. Nə elmi fəlsəfə, elmi fəlsəfə cavab gəzir.
Bu doğrudur. Deməli, təyindən başqa bütün cümlə üzvləri var. Ona görə C doğrudur. Tünd qara hərflə rəngli söz hissəcik isimlə qoşulubdur. Cavab isimdir, amma sahədə hissəcik deyil, bağlayıcıdır. Ona görə D bəndi səhvdir. Zəfli işlənməyən, zəfli işlənibdir burada. E bəndi də səhvdir. 43-cü sualla davam edirik. 43-cü suala baxaq. Maraqlı suallardan biridir. 3 cümlə verilibdir. Yalnız ikisinə aid olan doğru fikir, hamısına aid olan doğru fikri seçməliyik. Yalnız 3 cür sintaktik təhlil etmək mümkündür. Deməli, burada usta köməkçisi ilə söhbət edirdik. Söhbət edirdi kim? Usta kim ilə köməkçisi ilə bu cür təhlil olunur. Bir də onu bu cür təhlil edə bilərik. Söhbət edirdi kim? O kim ilə? Usta köməkçisi ilə. Deməli, bu bütövlükdə tamamlıq olacaqdır. Gəlin bunu bərpa eləyək. Bu mübtədadır. Bu formada mübtədadır. Aha. Sonra qonaqların hansı kitabı oxuyub? Oxuyub nəyi kitabı? Kim? Qonaqların hansı? Bir də bu formada düşünə bilərik. Oxuyub nəyi kitabı? Hansı kitabı? Təyin. Kim? Sənin qonaqların oxuyubdur. Mübtəda kimi düşünə bilərik. A variantındakı cümləni isə biz 4 cür təhlil edə bilərik. Deməli, bir danışırdı. Kim? Cavid kimə? Müəllimə nə danışırdı? Nağıl danışırdı. Bu formada düşünə bilərik. Bir deməli, nə edirdi? Danışırdı. Nə danışırdı? Nağıl danışırdı. Kimə? Cavid müəllimə bütövlükdə tamamlıq kimi götürə bilərik. Nağıl danışmaq, boş-boş danışmaq mənasında ifadə edə bilər. Yəni, boş-boş danışma, nağıl danışma, mənim başımı ağrıtma, belə deyirik bəzən. Bax, onda frazoloji birləşmə kimi bütövlükdə götürülə bilər. Onda yenə də, deməli, Cavid müəllim nağıl danışır. Nağıl danışır biz bütövlükdə götürəcəyik. Kim? Cavid kimə? Müəllimə. Bu formada düşünə bilərik. Yenə də nağıl danışır, Cavid müəllimə. Nə edir? Nağıl danışır, frazoloji birləşmə kimi düşünərik. Deməli, kimə? Cavid müəllimə. Kim? O. Bu formada. Deməli, bu cür 4 cür təhlil olundu. 4 cür. Bu 2 cür, bu da 2 cür təhlil olundu. Burada deyək ki, yalnız 3 cür sintaktik təhlil etmək mümkündür. A variantı heç birinə getməyəcəkdir. Xəbərin ifadə vasitəsi müxtəlif cür düşünmək olar. Deməli, ikisinə, hamısına. Xəbərin ifadə vasitəsi müxtəlif cür düşünmək olar. Ancaq birinci cümləyə aid eləyirik biz. Danışırdı olur, bir də nağıl danışırdı kimi işlənir. Ona görə bu da hamısına aid, yalnız ikisinə aid kimi heç birinə getməyəcəkdir. Xəbər feilin xəbər şəklindədir. Sintaktik əlaqədə yalnız əsas tərəfin ifadə vasitəsi kimi işlənə bilir. Deməli, xəbər feilin xəbər, üçündə də feilin xəbər şəklindədir. Sintaktik əlaqədə yalnız əsas tərəfin ifadə vasitəsi kimi işlənə bilir. Burada kələmə ağlamaq tutacaqdır. Deyir, xəbər feilin xəbər şəklindədir. Sintaktik əlaqədə yalnız əsas tərəfin ifadə vasitəsi kimi işlənə bilər. Bunun ikisinə aid eləyəcəyik. Birinci cümləyə aid eləyə bilərik. Bir də ikinci cümləyə aid eləyə bilərik. Üçüncü cümləyə aid eləyə bilməyəcəyik. Çünki üçüncü cümlədə həmişə mübtəda olacaqdır. Burada xəbər yalnız əsas tərəf kimi çıxış etməyəcəkdir. Amma birinci, ikinci cümlədə mübtəda ola da bilər, olmaya da bilər. Xəbərlər orada xəbər şəklindədir və əsas tərəfin ifadə vasitəsi kimi iştirak edə bilir. Yalnız əsas tərəfin ifadə vasitəsi. Yalnız ikisinə aiddir. Birə C-ni yazacaq biz. D-yə baxırıq. Sözlərdən birinin təyin kimi işlənə də bilər, işlənməyə də bilər. Bu ancaq üçüncü cümləyə aid olduğu üçün heç birinə aid olmayacaqdır. E-yə baxırıq. Sintaktik təhlil formasının aslı olmayaraq cümlədə tamamlıq işlənmiş olacaqdır. Hamısında tamamlıq var, bütün hallarda. Ona görə bu hamısına aid olan bir fikirdir. 1C, 2E doğru cavabdır. Elə bir cavabımız yoxdur. Siz elə düşünün ki, elə bir cavab burada D bəndi deyil. C bəndidir. Testin doğru cavabını D bəndi götürün, amma D-nin üstünə xətt çəkib C yazın. 44 ilə davam edirik. Xalqın ürəyində iz qoymağı bacaranlar hər zaman həyatda unudulmayanlardır. Cümləsinin təhlilinə aid olan fikirləri müəyyənləşdirməliyik. Deməli,
hər zaman həyatda unudulmayanlardır. Kim? Xalqın ürəyində iz qoymağı bacaranlar. Zaman zərfliyinin ifadə vasitəsi burada zaman zərfliyi yoxdur. Yerli halda olan söz sintaktik əlaqədə aslı tərəfdir. Zərfliyin ifadə vasitəsidir. Zərflik yoxdur. Cümlə yalnız baş yüzlərdən ibarətdir. 3 doğrudur. Xəbərin ifadə vasitəsi fe'li sifətdir. Fe'li sifət deyil, fe'li sifət tərkibidir, 4 səhvdir. Cümlədə subyekt işlənməyib, lakin mübtəda işlənmişdir. 5 doğrudur, mübtəda var, subyekt yoxdur. Testin doğru cavabı C bəndidir. 3-5. Aşağıdakı sözlərin hansı fe'li xəbər kimi işləndikdə ifadə vasitəsinin quruluşu müxtəlif cür düşünülə bilər. Burada yatırdı sözüdür. Biz yatırdı bu formada düşünə bilərik. Bir də yatmaqdan ırdı bu formada. Demək, quruluş düzəltmə də ola bilər, ifadə vasitəsi sadə də ola bilər. Düşünməyin faydası bu formada düşünəcəyik. Burada bütün hallarda sadə kimi gedəcəkdir. Sonra yazarmaq yoxdur, yazardı, olmayacaqdır B bəndi. Qocalmaq da bütün hallarda düzəltmədir. Qızardı sözü isə bütün hallarda sadədir. Ona görə bunları götürə bilmərik. Testin doğru cavabı C bəndi olacaq. 46-dan davam edirik. Çörəyin içində azıb qalmış qarışqa kimi deməli tədirginəm cümləsindən əsasən uyğun fikri müəyyənləşdirməliyik. Deməli tədirginəm, necə tədirginəm, qarışqa kimi zərflikdir. Hansı qarışqa çörəyin içərisində azıb qalmış. Sonra deməli fe'li sifət tərkibi zərflik rolundadır. Səhvdir, çünki tamamı təyinin tərkib hissəsindədir. Qoşmalı sözdən sonraki sözü, yəni tədirginəm sözünü çaşmışam sözü ilə əvəz edirsə, cümlənin sintaktik təhlil dəyişməyəcəkdir. 2 doğrudur. Yenə də çaşmışam sözü kimi qoysa, qarışqa kimi orada zərflik, çörəyin içərisində azıb qalmış təyin, çaşmışam da xəbər olacaqdır. Cümlədə tamamlıq işlənməyib, təyin, zərflik, xəbər işlənmişdir. Təyin, zərflik, xəbər işlənibdir. Bu doğrudur. Yanlışın altına götürə bilmərik. Xəbər birinci şəxsin təkindədir. Mübtədası bərpa oluna biləcəyi üçün cümlədə uzlaşma əlaqəsi işlənibdir. Ümumiyyətlə, bu fikir yanlışdır. Hər hansı bir cümlədə mübtəda yoxdursa və belə bir fikir varsa ki, mübtədası bərpa oluna biləcəyi üçün cümlədə uzlaşma əlaqəsi var, bu fikir yanlışdır. Varsa var, yoxdursa bərpa edib biz orada uzlaşma əlaqəsini götürə bilmərik. Deməli, 2-4 A variantı testin doğru cavabıdır. 47-dən davam edirik. Verilmiş fikirlərdə doğru və yanlış olduğunu müəyyən edib, deməli, ardıcıllığı tapmalıyıq, doğru yanlış ardıcıllığını. Qopardın sözü cümlənin xəbəri kimi işlənsə, müxtəlif quruluşlarda və yalnız xəbər şəklində işlənə bilər. Qopart əmr şəklində də işlənə bilər. Bu fikir yanlışdır ona görə. Zərflik yerli hal şəkilçili sözlə ifadə olunduqda hər zaman onu incəlikdən təyin işlətmək olar. Bu səhvdir. Məsələn, deyirsən ki, həmin yerdə yaşayır. Necə yaşayır, harda, yerdə yaşayır deyə bilmirik də, həmin yerdə. Ona görə burada təyin olmayacaqdır. Yanlışdır. Sifət tamamlığın ifadə vasitəsidirsə, hökmən isim xüsusiyyətini daşımış olacaqdır. Bu doğrudur. Yuxarı sözü başlanğıc formada müxtəlif cümlə üzrlərinin ifadə vasitəsi kimi işlənə bilər. Deməli, yuxarı bina, deməli, hansı bina təyin kimi, deməli, yuxarı çıxdı, hara çıxdı, haraya çıxdı, deməli, zərflik kimi də işlənə bilər. Deməli, fikir doğrudur. Bizim sözünü hal şəkilçisinin amonim işlənibsə, yəni mənsubiyyət şəkilçisi mənim bizim. Mübtəda ifadə vasitəsi ola bilər, bəli. Bizim evdə qalıbdı. D bəndi, bu 5-də doğrudur. Deməli, yanlış, doğru, doğru, doğru. B bəndi testin doğru cavabıdır. 48-ci sualdan davam edirik. Aşağıdakı cümlələrə əsasən doğru fikirləri müəyyənləşdirməliyik. Aha. Əlçatmaz dağların başı ağa bürünür. Nə edir bürünür? Nəyə ağa? Nə? Hara? Dağların başı. Hansı dağların başı? Əlçatmaz dağların başı. Bizim tərəflər bu vaxtlarda soyuq olur. Soyuq olur. Nə zaman? Bu vaxtlarda. Hara? Bizim tərəflər. Şəhərdən gələnlər məktəbin həyətini gəzdi. Nə etdi? Gəzdi. Haranı gəzdi? Məktəbin həyətini. Kim? Şəhərdən gələnlər.
İndi bu təhlildə əsasən doğru cavabları tapmalıyıq. Hər üç cümlədə mübtədanın ifadə vasitəsi söz birləşməsidir. Bu bir doğru olmuş olacaqdır. Birinci cümlədə ağa büründü hissəsi cümlənin xəbəri əlçatmaz. Əlçatmaz təyindir, amma ağa büründü ayrı təhlil olunur. Ona görə 2 yanlışdır. Cümlələrin heç birində baş üzvlər arasında uzlaşma qrammatik göstərici, yəni baş üzvlər arasında qrammatik göstərici xəbərli şəkilçisidir. Bu cümlənin heç birində də xəbərli şəkilçi olmadığı üçün 3 doğrudur. Üçüncü cümlədə birinci cümlədən fərqli olaraq mübtəda zərfli xəbər işlənibdir. Üçüncü cümlədə mübtəda var, amma zərflik yoxdur. Ona görə 4 yanlışdır. İkinci cümlədə zərflik və mübtəda söz birləşməsi ilə ifadə olunmuşdur. Zərflik də mübtədadır, burada söz birləşməsi ilə ifadə olunduğu üçün 5 də doğrudur. 1, 3, 5 D bəndi testin doğru cavabıdır. 49-cu sualdan davam edirik. Deyir, yalnız cədvəlin sol xanasına, yəni bu hissəyə yazılmalıdır. Baxa, təsiri halda olan sözlə ifadə oluna bilməz. Bu yanlışdır. Zərflik təsiri halda olan sözlə ifadə oluna bilir. Tamamlıqdır elə. Yayı kənddə keçirdim, anamı gördüm. Birində zərfli, birində tamamlıqdır. Y zərfi və isimlə ifadə oluna bilər. Bu hər ikisinə aiddir. Tamamlıq da Y zərfi ilə ifadə oluna bilər. Məsələn, yuxarını süpürdüm. İsimlə də ifadə oluna bilər. Deməli, atamı gördüm. Deməli, bu tamamlığa aid olduğu üçün artıq B-ni götürə bilmərik. Yalnız zərfliyə aid olmalıdır. Xəbərlə sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf kimi işlənə bilər. Hər ikisinə aiddir. Mübtədanın işləndiyi cümlədə işlənərsə, ən azı 2 üz bir-birlə sintaktik əlaqədə olmayacaq. Bu tamamlığa da aiddir. Tamamlıq da mübtədanla sintaktik əlaqəyə girmir. Zərflik də mübtədanla sintaktik əlaqəyə girmir. Ona görə 2 üz orada cümlə üzrün ifadə vasitəsi olmayacaqdır. Fe'li bağlama tərkibi ilə ifadə olunsa da, təsviflənən fe'li ifadə oluna bilmir. Fe'li bağlama tərkibi ilə ifadə olunsa da, E variantı doğrudur. Zərfli fe'li bağlama tərkibi ilə ifadə olunur, tamamlıq oluna bilmir. Həmçinin zərfli təsviflənən fe'llərlə də ifadə oluna bilmir. 50 ilə davam edirik. Hansı nümunədə altına xətt çəkilən söz mübtəda ola da bilər, olmaya da bilər. Baxaq. Həkim Zaur ilə dünəndən əlaqə saxlaya bilmirik. Əlaqə saxlaya bilmirik. Deməli, burada həkim heç vaxt mübtəda mövqeyində çıxış edə bilmir. Çünki biz əlaqə saxlaya bilmirik olacaqdır. Bağında Nərgizə lalələr bitirmişdi. Bitirmişdi. Kim o? Burada da ola bilməz. Küləkli havada qayadan xeyli daş qopardı. Nə etdi? Qopardı. Kim o? Bir də qopardı. Nə qopardı? Daş qopardı. Deməli, C variantında biz burada qopardı sözünü 2 cür təhlil edə bildiyimiz üçün deməli, daş sözü bir dəfə tamamlıq, bir dəfə mübtəda mövqeyinə çıxış eləyə biləcəkdir. Qarşılamışdıq kim biz? Qazanda yemək bişir. Nə edir? Bişir. Nə? Bişirir. Nə? Yemək. Kim? O bişirir. Deməli, burada da mübtəda ancaq o olduğu üçün deməli, D, E variantları da yanlışdır. 51-ci testlə davam edirik. Deməli, bu testləri biz bilirik ki, doğru cavabı əsasən müəyyən etməliyik. Gəlin, bir də D götürək, C variantına baxaq. Sonra digər variantları izah edək. Bütün günü xəstə yatdığı üçün rəngi solğun idi. E-də deyir ki, xəbər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Solğun idi, nə? Rəngi, niyə, nə üçün? Bütün günü xəstə yatdığı üçün. Bəli, xəbər burada mübtədanın aslı, zərfliklə münasibətli isə əsas tərəfdir. E doğrudur. G-yə baxaq. İsmin birləşmə müstəqil cümlə üzvü olmayan nümunədə xəbər sifətlə ifadə olunubdur. Solğun sifətdir. Bütün gündə isim birləşmədir. Fe'li sifətin tərkibinə getdiyi üçün müstəqil cümlə üzvü deyil. G-də doğrudur. Deməli, C bəndi doğrudur. Əgər biz 1-ə D yazsaq, C-yə baxaq. Fe'li sifət tərkibi hərəkətə aid olaraq səbəb zərfliyi olur. Hərəkətə aid deyil, burada sifətə aiddir. Ona görə 1D olanda C bəndi ola bilməz. 1D olanda C bəndi ola bilmədiyi üçün A variantı da yanlışdır. İndi 1B olanda deməli E-yə baxaq. Deyir, xəbər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Yarğanın qarşısındakı at kişnəyəndə
ərinin gəldiyini hiss etdi. Nə etdi? Hiss etdi. Kim? O. Bu cümlədə mübtəda yoxdur. Ona görə xəbər həm əsasən maslı tərəf ola bilmir. Ona görə 1B olanda E variantı olmaz. Deməli, sonra 1B olanda A, F-ə baxaq. A-da deyir ki, F-də deyir ki, tamamlığın ifadə vasitəsi isim birləşmədir. Zərfli fe'li bağlama tərkibli ifadə olunubdur. Yarğının qarşısındakı at kişnəyəndə ərinin gəldiyini hiss etdi. Hiss etdi. Nə hiss etdi? Ərinin gəldiyini. Gəldiyi burada fe'li birləşmədir. Amma bu F-də deyir ki, tamamlığın ifadə vasitəsi isim birləşmədir. Ona görə 1B olanda F variantı da işlənə bilməz. 52-ci testlə davam edirik. İşığı çox sönükdür. Sənsiz yanan ocağın sönükdür. Nə işığı? Sənsiz, daha çox ocağın işığı sönükdür. Hansı ocağın? Sənsiz yanan. Sonra xumar baxışları ilə canlar alan gözlərinə yenidən baxır. Nə edir? Baxır. Necə yenidən? Nəyə? Gözlərinə. Hansı gözlərinə? Xumar baxışları ilə canlar alan gözlərinə. Nə zaman baxır? Sonra baxır. Deməli, birdə deyir ki, zərfli işlənib, zərflə ifadə olunubdur. Bu 1-ə aid deyil. Bizə də 1-ə aid olmayıb, 2-ə aid olan doğru cavabdır. Zərflə ifadə olunub burada zərflik. Ona görə 1-i doğru cavab kimi götürəcəyik. 2-də deyir ki, fe'l sifət tərkibi təyin ifadə vasitəsidir. Bu 1-ə aid olduğu üçün götürmürük. 3-ə baxırıq. Mübtəda işlənməyibdir. Bu 1-ə aiddir. Çünki 1-ə mübtəda işlənibdir. Xəbər sintaktik əlaqədə yalnız əsas tərəf kimi iştirak edib. İkinci cümlədə mübtəda yoxdur. Xəbərdə sintaktik əlaqədə yalnız əsas tərəf olduğu üçün 2 əsasən doğrudur. 4-ə baxırıq. Köməkçi nitq hissəsi ilə yanaşı isim birləşmədə işlənmişdir. Çox sözü köməkçi nitq hissəsidir. İsmi birləşmədə yanan ocaq. İndi burada sonra xumar baxışları ilə bu hər ikisinə aid doğru cavab olduğu üçün 4-ü götürə bilmərik. Fe'ldən düzəlmiş söz müstəqil şəkildə cümlə üzrün ifadə vasitəsidir. Sönükdür. Bu birinci cümləyə aid doğru cavab olduğu üçün sönməkdən sönük. Müstəqil cümlə üzvü də xəbərdir. Ona görə 5-i götürə bilmərik. Yalnız A variantı olacaqdır. Yalnız 1-3 olacaqdır daha doğrusu. 53-cü testlə davam edirik. Deyir, fikirlərdən hamısına uyğun gəldiyi cümləni müəyyənləşdirin. Qrammatik əsaslardan yalnız biri işlənibdir. Cümlə üzvlərinin hamısı quruluşca sadədir. Cümlə üzvlərinin biri həmcisdir. Ancaq indi bu dar vaxtda söhbət açmağı lazım bilmədi. Deməli, lazım bilmədi. Nəyi lazım bilmədi? İndi bu dar vaxtda söhbət açmağı. Demək, qrammatik əsaslardan biri işlənib düzdür, amma cümlə üzvlərinin hamısı quruluşca sadədir fikri yanlışdır. Sürürəm qıy vuran məğrur qartalı süzürəm. Ömür vəfasızdır, insan qocalır. Nedir? Vəfasızdır, nə? Ömür. Cümlə üzvlərindən deyir, qrammatik əsaslardan yalnız biri işlənibdir. Bu səhvdir, qrammatik əsaslardan biri işlənməyibdir. Sonra bizə şirin-şirin nağıllar danışır. Neydi? Çox qəribə tapmacalar deyirdi. Gecədən xeyli keçəndə hər kəsin yuxusu qaçardı. Nə edərdi? Deməli, yuxusu qaçardı. Kimin? Hər kəsin yuxusu qaçardı. Nə zaman? Gecədən xeyli keçəndə. Görüb burada cümlə üzvlərinin deyir, hamısı quruluşca sadədir, amma gecədən xeyli keçəndə sadə deyil. Ona görə C-ni də götürmürük. Nabadoğlunu bərk dara dara qısnamış kimi Nabatoğlunu necə bərk gözünün ağı qarası olan qızını evinə qulluqçu istəyirdi. Nə edirdi? İstəyirdi. Nə istəyirdi? Qulluqçu istəyirdi. Hara evinə? Kimi qızını? Hansı qızını? Gözünün ağı qarası olan qızını. Deməli, burada biz nəyi götürürük dostlar? Qrammatik əsaslarının yalnız bir işlənir fikri doğrudur. Burada mübtəda yoxdur. Cümlə üzvlərinin hamısı quruluşca sadədir. Bəli. Gözün ağı qarası olan frazoloji birləşmədir. Qalanlarda söz birləşməsi ilə ifadə olunan cümlə üzvü yox, düzdür. Cümlə üzvlərinin biri həmcisdir. Burada da xəbər həmcisdir. İstəyirdi, qısnamışdı. Ona görə D bəndi bütün şərtləri ödədi. Qəribə duyğular hey axın-axın süzülür qəlbimə bayaqdan bəri. Nə edir? Süzülür. Nə? Duyğular. Duyğular süzülür.
Burada mübtəda və xəbər var. Qrammatik əsaslardan yalnız biri iştirak edib şərtini ödəmədiyi üçün E variantda səhv olacaqdır. 54-cü sualdan davam edirik. Yunus müəllim yayda yuxusu elə bir ərşə çəkilirdi. Bu dəfə o göy otun üstündə uzandı. Gün kürəyinin altını qızdıranda yuxuya getdi. Nümunəsi haqqında doğru fikri müəyyənləşdirməliyik. Deyir, fərqləndirilmiş sözlər eyni cümlə üzrün ifadə vasitəsidir. Yunus müəllimin yuxusu ərşə çəkildi. Deməli, bu hamısı bir yerdə xəbərdir. Çünki yuxusu ərşə çəkilmə frazeoloji birləşmədir. Yunus müəllim də orada yərik haldadır. Yunus müəllimin yuxusu hamısı bir yerdə sadə fe'li xəbər olacaqdır. Nə etdi? Uzandı. Harada uzandı? Otun üzərində. Hansı otun? Göy otun. Kim o? Nə zaman? Bu dəfə. Deməli, fərqləndirilmiş sözlər eyni cümlə üzvü ifadə vasitəsidir fikri yanlışdır. Çünki yayda sözü müstəqil cümlə üzvü deyil. Sadə cümlə üzvlərinin sayı mürəkkəb cümlə üzvlərinin sayından azdır. Gün kürəyinin arasını qızdıranda yuxuya getdi. Nə etdi? Yuxuya getdi. Nə zaman? Gün kürəyinin arasını qızdıranda. Gördüyümüz kimi burada sadə cümlə üzvlərinin sayı bu dəfə o, göy, uzandı, gün, yuxuya getdi daha çoxdur. Ona görə B bəndi səhvdir. Nümunədə bütün cümlə üzvləri işlənib. Frazeoloji birləşmə xəbərin ifadə vasitəsidir. Məsələn, burada tamamlığı mən görmədim. Siz gördünüzmü? Xeyr, siz də görmədiniz. Ona görə C bəndi səhvdir. Mübtədaya qədər yalnız 2 cümlə üzvü işlənib. Demək, mübtəda oldu. Ona qədər də bir zəfli bir xəbər işlənibdir. Bura qədər düzdür. Həmciz xəbərlərin heç biri söz birləşməsi ilə ifadə olunmuyubdur. Bəli, söz birləşməsi ilə ifadə olunan həmciz xəbərlər yoxdur. D bəndi doğrudur. Nümunədə 3 xəbər işlənib. Üçü də quruluşca eyni deyil. Bu fikir yanlışdır. Çünki üçü də quruluşca sadədir. E variantı yanlışdır. 55-lə davam, 55 bu tərəfdədir. 55-lə davam edib müqayisə cədvəlinin əsasən doğru fikri müəyyənləşdirməliyik. Mürəkkəb tamamlığı işlənsə də mübtəda işlənməyibdir. Bu cavabdan sonra çobanın yarasına toxunmuş olduğunu bilirdi. Nə edirdi? Bilirdi. Nəyi bilirdi? Bu cavabdan sonra deməli, çobanın yarasına toxunmuş olduğunu, burada tamamlıqlar mübtəda yoxdur. Biri götürürük doğru cavab kimi. Sonra basma ayağını bizim torpağa. Deməli, ilandan, əqrəbdən yar ola bilməz. Yar ola bilməz. Mürəkkəb deyir, tamamlıq işlənibdir. Nədən, əqrəbdən, ilandan? Nəyə basma? Torpağa basma. Hansı torpağa? Bizim torpağa. Burada sadə, deməli, mürəkkəb tamamlıq olmadığı üçün 2-ni götürə bilmərik. Basma. Nəyi? Ayağını. Nəyə? Torpağa. Bizim torpağa. Yar ola bilməz. Nədən? İlandan, əqrəbdən. Hamısı sadədir. Ona görə 2-ni götürə bilmərik. Deməli, 3-ə baxırıq. Zəfli işlənsə də təyin işlənməyibdir. Baxaq, ağabala dərviş gürzə ilanları bazar dalına töküb oynadırdı. Deməli, oynadırdı. Kim? Ağabala. Necə bazar dalına töküb oynadırdı? Nəyi? İlanları. Hansı ilanları? Gürzə ilanları. Burada təyin olduğu üçün 3-ü götürmürük. Bir gün dağın başına oturub dəhşətli qayalarımıza və onların arasında şaqqıltı ilə axan çaylığa tamaşa edirdim. Tamaşa edirdim. Nəyə? Çaylığa. Hansı çaylığa? Şaqqıltı ilə axan. Burada təyin olduğu üçün 4-ü götürmürük. Deməli, mağıl keçən vaxtlar dəvə karvanlarını seyr edirdik. Seyr edirdik. Nəyi? Deməli, dəvə karvanlarını seyr edirdik. Nə zaman? Mağıl keçən vaxtlar ticarət malını dəvələrə yükləyirdi. Nə edir? Yükləyirdi. Nəyə? Dəvələrə. Deməli, nəyi? Ticarət malını. Deməli, burada mürəkkəb tamamlıq işlənməyibdir. Amma mürəkkəb tamamlıq işlənibdirmi? Ticarət malını. Bəli, tamamlıq mübtəda yoxdur. Bu birinci şərti ödədi. Zəfli işlənibdir. Mübtəda yoxdur. İkinci şərti də ödədi. Təyin yoxdur. İkinci şərti də ödədi. Mahnının Azərbaycan havaları kimi həzin
deməli ruh oxşayıcı olmasına xeyli valeh oldu. Valeh oldu. Nə qədər valeh oldu? Xeyli. Nəyə? Mahnının Azərbaycan havaları kimi həzin ruh oxşayıcı olmasına deməli tamamlıq. Deməli tamamlıq var, mübtəda yoxdur. Birinci şərt ödədi. Zərflik mürəkkəb tamamlıqdır. Zərflik var, təyin yoxdur. İkinci şərt ödədi. 6 da doğru olmuş olacaq. Testin doğru cavabı 1, 5, 6, yəni A bəndidir. 56-cı sualla davam edirik dostlar. Mübtədanın ifadə vasitəsinə əsasən fərqli olan variantı müəyyən edin. Cahandar ağa Əşrəfin bu işlərini necə münasibət bəslədiyini bilmirdi. Nə edirdi? Bilmirdi. Kim? Cahandar ağa. Mürəkkəbdir. Tibb bacısı yağışlı gecəni oğlanın başdan ayağa islandığını xatırladı. Nə etdi? Xatırladı. Kim? Tibb bacısı. Mürəkkəbdir. Söz birləşməsi ilə ifadə olunub. Bizim müxbirlər Ordubad və Əylis barəsində yazılan sözlər xüsusi əhəmiyyət verirlər. Əhəmiyyət verirlər. Kim? Müxbirlər. Hansı müxbirlər? Burada bizim müxbirlər burada sadədir. İsimli ifadə olur. Tulaların biri qaçıb Qurbanəli bəyin ayağına qabağına gəldi. Tulaların biri mürəkkəbdir. Söz birləşməsi ilə ifadə olunub. Bu vaxt sürüdən ayrılmış bir qoyun balası yeni doğuldu quzunu yalayır. Yalayırdı nə? Qoyun balası. Burada da mürəkkəbdir. Deməli bunlarda mürəkkəbdir. Söz birləşməsi ilə ifadə olunubdur. C-də isə sadədir, nitq hissəsi ilə ifadə olunubdur. 57-ci testdən davam edirik. Uyğunsuzluğu müəyyənləşdirin. Həmciz xəbər işlənmiş cümlədə ən azı 2 uzlaşma əlaqəsi ola bilər. Həmciz xəbər işlənmiş cümlədə ola bilsin ki, mübtəda yoxdur. O zaman uzlaşma əlaqəsi olmaya bilər. Ola bilsin ki, mübtəda var, 2 dənə uzlaşma əlaqəsi ola bilər. Bu ehtimaldır, götürmürük. Cümlə 3 ardıcıl təyinlə başlayıbsa, o cümlədə tabesi əlaqəsi işlənməyə bilər. Bu fikir doğrudur. Qabağına doğru yazıldığı üçün B-ni götürmürük. Ola bilsin ki, o təyinlər həmciz deyil də, qeyri-həmciz təyinlərdir. Xəbər yeganə üzvdür ki, bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girir. Bu fikir yanlışdır. Çünki təyin də deməli digər cümlə üzvlərinin sintaktik əlaqəyə girir. Ona görə C-ni götürmürük. Cümlədə söz birləşməsi işlənibsə, ən azı bir cümlə üzvü mürəkkəbdir. Ehtimalda ola bilsin ki, həmin o söz birləşməsi xitabdır. Ona görə D bəndini də götürə bilmərik. Cümlədə uzlaşma əlaqəsi varsa, həmin cümlədə mütləq mübtəda və ya xəbər işlənibdir. Fikir doğrudur. Deməli, cümlədə uzlaşma əlaqəsi varsa, həmin cümlədə mütləq mübtəda və ya xəbər işlənibdir. Bu fikir yanlışdır. Daha doğrusu ehtimaldır. Çünki belə də ola bilər. Məsələn, bilsin ki, məktəb direktoru, bəli, söz cümlə işlənibdir. Burada uzlaşma əlaqəsi var, amma xəbər də yoxdur, mübtəda da yoxdur. Ona görə E variantı uyğunsuzluq yaratıbdır. 58-ə baxırıq. Hansı cümlədə ikinci dərəcəli üzvlərin sayı daha çoxdur? Gilli məhsul baltanın gözlərindən çıxaraq quyunun ağzındakı nov sisteminə tökülür. Nə edir? Tökülür. Nə? Məhsul. Hansı məhsul? Gilli məhsul. Necə tökülür? Baltanın gözlərindən çıxaraq. Qoyun nəyə? Nov sisteminə. Hansı nov sisteminə? Qoyunun ağzındakı. Deməli 1, 2, 3, 4 dənə burada var. Onu 100 dəfə gözümün qabağına gətirmişəm. Nəyi onu? Nə qədər? 100 dəfə. 100 dəfə axtarmış, xatırlamışam. Nə qədər? 100 dəfə. Heç kəsə heç nə söyləməmişəm. Kimə? Heç kəsə. Nə? Heç nə. Deməli 1, 2, 3, 4, 5. 5 dənə burada işlənibdir. Uşaq bağçasında keçirdim dünən. Nə edirdim? Keçirdim. Haradan? Uşaq bağçasından. 1. Nə zaman? Dünən. 2. Göz qoydum oynayan körpələrə mən. Göz qoydum kim? Mən. Kimə? Körpələrə. 3. Hansı körpəyə? Oynaşan körpələrə. 4. Burada da 4 dənədir. Adamlar göz oxşayan bənövşəyi çiçək xiyabanının ətrafında dolaşırlar. Dolaşırlar kim? Adamlar. Harada? Çiçək
xiyabanının ətrafında hansı çiçək göz oxşayan, hansı bənövşə? 1, 2, 3. 3 dənə buradadır. İkinci dərəcə üz sözün doğrusu o tərəf bu tərəfə baxıb göz yetirirəm. Göz yetirirəm. Necə? O tərəf bu tərəfə baxıb 1. Görürəm yenə bir şeyim çatmır. Ne çatmır? Nə çatmır? Deməli bir şeyim nə zaman yenə də deməli burada deməli 1, 2, 3. 3 dənə olacaqdır. Deməli B variantı testin doğru cavabıdır. 59-a baxırıq. Cümlələr haqqında ən doğru variantı müəyyənləşdirməliyik. Deməli, məktəbi qurtaran vaxtda qəhrəmanın arzusu gözündə qaldı. Deyir, hər üç cümlədə yalnız bir cümlə üzrü sabit söz birləşməsi ilə ifadə olunubdur. Atam Mərcanı başa düşüb, gözünü ağartdı. Nə etdi? Gözünü ağartdı. Necə? Deməli, məramımı başa düşüb. Kim? Atam. Kərim babanın keçirmiş olduğu tarix, yalnız bir tarix nadir hallarda gözlərindən oxunurdu. Nə idi? Oxunurdu. Nə tarix? Nadir hallarda necə? Gözlərindən oxunurdu daha doğrusu. Hansı tarix? Kərim babanın keçirmiş olduğu tarix. Məktəbi qurtaran vaxt qəhrəmanın arzusu gözündə qaldı. Qəhrəmanın arzusu gözündə qaldı. Nə zaman? Məktəbi qurtaran vaxt. Deməli, hər iki cümlədə yalnız bir cümlə üzrü sabit söz birləşməsi ilə ifadə olunubdur. Deməli, burada gözünü ağartdı, məramını başa düşüb. Məramını başa düşüb, sonra qəhrəmanın arzusu gözündə qaldı. Bir dənədir. Arzusu gözündə qalmaq. Deməli, keçmiş olduğu tarix nadir hallarda gözlərindən oxunur. Deməli, burada qəhrəmanın arzusu gözündə qaldı. Bu frazoloji birləşmə getməz. Çünki arzusu gözündə qaldı frazoloji birləşmədir burada. Ona görə A bəndini götürə bilmirik. Birinci və üçüncü cümlələrdə 3 fərqli cümlə üzvü işlənibdir. Deməli, atam məramı başa düşüb gözünü ağartdı. Gözünü ağartdı. Kim? Atam. Necə? Məramı başa düşüb. Məktəbi bu birinci cümlədə 2 cümlə üzvü var. Ona görə B bəndi doğru cavab kimi götürülə bilməz. C-yə baxırıq. Hər üç cümlədə sərbəst söz birləşməsi ilə ifadə olunan zəiflik var. Deməli, hər üç cümlədə söz birləşməsi ilə sərbəst söz birləşməsi ilə ifadə olunan və məktəbi qurtaran vaxtda götürdük bunu. Kərim babanın keçirmiş olduğu tarix nadir hallarda burada götürdük. İkinci cümlədə məramı başa düşüb burada da götürdük. C variantında hər üç cümləyə zəiflik var, söz birləşməsi ilə ifadə olmuş. Ona görə C-ni götürdük. Hər üç cümlədə qrammatik əsaslarının ikisi də işlənibdir. Birinci cümlədə yoxdur. Cümlələrin üçündə də hər iki cümlə üzvü mürəkkəbdir. Deməli, qəhrəmanın arzusu gözündə qaldı. Fe'li xəbərdir. Fe'li xəbər quruluşca sadə olur. Ona görə E variantı da yanlışdır. 60-cı testlə davam edirik. Burada deməli, yenə də doğru cavabı əsasən müəyyənləşdirək. İsim birləşmə cümlə üzvü deyil. 1-ə C yazmış olsa, deməli D-yə baxaq. D dedi ki, cümlə üzvlərinin 4-ü sola cavab vermir. Həm isim, həm də fe'li xəbər işləmişdir. Deməli, topladığımız sursatlar bəsdir. Bəsdir. Nə sursatlar? Hansı sursatlar? Topladığımız sursatlar. İndi bunu nə vaxt və necə istifadə edəcəyik? İstifadə edəcəyik. Necə? Deməli, 2. Nə vaxt? 3. Nəyi? Bunu? Nə zaman? İndi. Diqqətlə düşünmək zamanında adam addım atmaq lazımdır. Lazımdır. Nə lazımdır? Zamanında addım atmaq. Nə lazımdır? Diqqətlə düşünmək. Deməli, bəsdir. Necə? Nə vaxt? Lazımdır. 4 dənə cümlə üzvü suala cavab vermir və həm ismi xəbər var burada. Bəsdir. Bir istifadə etməli, həm də fe'li xəbər var. E-yə baxsaq, əvəzlərdən ancaq zəiflik və tamamlığın ifadə vasitəsidir. Deməli, bunu tamamlığın ifadə vasitəsidir. Nə vaxt, necə, zəifliyin ifadə vasitəsidir. Ona görə E-ni də doğru cavab kimi götürdük.
F-ə baxırıq. Xəbərlərin hamısı quruluşca sadə, mübtəda isə həm sadə, həm mürəkkəbdir. Deməli, xəbərlər hamısı sadədir. Bu düzdür. Sursatlar sadədir mübtədalardan. Zamanda addım atmaq, diqqətlə düşünmək isə mürəkkəbdir. Ona görə F variantı doğrudur. Deməli, bir C olanda DF doğrudur. D-ni doğru cavab kimi götürdük. Bir C olanda DF doğrudur. A-ya baxaq. Cümlə üzvlərinin hamısı quruluşca sadədir. Bu səhvdir. Çünki mürəkkəb mübtəda var orada. E bəndi getdi. Bir C olanda deməli DE doğrudur. C-yə baxaq. Suala cavab verməyən xəbərin işləndiyi nümunədə zərfliyin ifadə vasitəsi deyil. Bu səhvdir. İndi burada məsələn zərfliyin ifadə vasitəsidir. Ona görə bir C olanda C variantı ola bilməz. B bəndə səhvdir. Bir B olarsa baxaq görək vəziyyət nə yerdədir. Deməli, A-da deyir ki, cümlə üzvlərinin hamısı quruluşca sadədir. Necə başa deməli düşmürəm. Necə başa düşmürəm? Deməli, bizə azadlıq hava su qədər gərəkdir. Gərəkdir nə azadlıq, necə gərəkdir? Hava su qədər. Kimə bizə? Bizim övladlar bizə nə deyərlər? Deyərlər kimə bizə nə deyərlər? Tamamdır. Kim övladlar deyərlər? Hansı övladlar? Bizim övladlar. Buradan çəkinirsinizmi? Çəkilərsinizmi? Haradan buradan? Deməli, A variantı doğru olacaq bir də B olanda. Dedik ki, əvəzlər ancaq zərflik və tamamlığın ifadə vasitəsidir. Deməli, bizə burada tamamlıqdır. Niyə altından düz xətt çəkmişəm? Kimə, bizə tamamlığın ifadə vasitəsidir. Nə deyərlər? Bizim övladlar. Burada bizim sözü təyin ifadə vasitəsi olduğu üçün əvəzliklər ancaq səhvliyin və tamamlığın ifadə vasitəsidir kimi yanlışdır. Deməli, 1-ə B olanda E variantı olmaz. 1-ə B olanda G-də deyir ki, suala cavab vermə xəbərin işləndiyi nümunədə gərəkdir. Aha. Zərfliyin ifadə vasitəsi deyil. Bizə azadlıq hava su qədər gərəkdir. Bizim övladlar bizə nə deyərlər? Buradan, bundan deməli, çəkinmirsinizmi? Burada mən zərflik görmədim heç. Su qədər gərəkdir. Övladlar bizə, burada zərf yoxdur. Deməli, ona görə G variantı olmaz. F-ə də baxaq. Xəbərlərin hamısı quruluşca sadə, mübtəda isə həm sadə, həm mürəkkəbdir. Bizə azadlıq hava su qədər lazımdır. Lazım nə azadlıq? Gərəkdir daha sonra. Bizim övladlar. Burada mürəkkəb xəbər də yoxdur. Ona görə C variantı ümumilikdə səhv olacaqdır. Və son olaraq 61-in 62-ci sualları nəzərə yetirək. Deməli, 61-ci suala baxaq. Bir də deyir ki, ümumiləşdirici söz həmcins mübtədalardan sonra gəlib müstəqil cümlə üzvüdür. Kimi dərs daşıyır, kimi sovurur, kimi bostan sulayır, hərə bir iş görürdü. Burada ümumiləşdirici söz ümumiyyətlə yoxdur, ona görə bir səhvdir. Çünki hərə sözü mübtədadır. Kimi daşıyır, demək daşıyır, kim kimi, sovurur, kim kimi, sulayırdı, kim kimi. Yəni, ümumiləşdirici söz olması üçün həmcinslik olmalıdır burada. Kim kimi. Həmcinslik olmalıdır. Kimi də burada mübtədadır. Sovuq, dərs, bostan isə tamamlıqdır. Burada da həmcinslik yoxdur deyənə, ona görə 1-i götürə bilmərik biz. 1 səhvdir. 2-yə baxırıq. Birinci cümləyə aiddir. Həmcins mübtədalar həm isimli birləşmələr, həm də nitq hissələri ifadə olunubdur. Kiminin rüşvətxorluğu, qohumbazlığı, kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Nə? Bəzisinin nadanlığı, kiminin rüşvətxorluğu, kiminin xəsisliyi, qohumbazlığı. Deməli, qohumbazlıq burada sadədir. Digərlər söz birləşməsi ilə ifadə olunub. 2 doğrudur götürürük. 3-ə baxırıq. Deyir, qoşma ilə amonimli təşkil edən əvəzlik işlənibdir. Kimi hər ikisində var. 3 də ortaya gedibdir, doğrudur. 4-ə baxırıq. İsim birləşmələrin hər biri həmcins mübtədaların ifadə vasitəsidir. İsim birləşmələrin hər biri həmcins mübtədaların ifadə vasitəsidir. Asıl tərəfləri əvəzliklə ifadə olunubdur. Bu da doğrudur. Birinci cümləyə aiddir. 5-ə baxırıq. 4 sözün yerini dəyişsək,
Formaca dəyişsə də sintaktik vəzifəsi dəyişməz. Deməli, burada bu ikinci cümləyə aiddir. Biz burada əgər dərs sözünü, sovuq sözünü, bostan sözünü, iş sözünün yerini dəyişsək, formaca dəyişəcək, müəyyən təsir hala çevirəcəkdir. Amma deməli, sintaktik vəzifəsi dəyişməyəcək, tamamlıq olaraq qalacaq. Yəni, qeyri-müəyyən təsir halda olan sözlər xəbərdən uzaqlaşdıranda forması dəyişir, müəyyən təsir hala çevrilir, amma deməli, sintaktik vəzifəsi dəyişməyəcək, tamamlıq olaraq qalır. Xəbərlərdən hamısı təsvirlənən fe'li ifadə olunub, xəbər şəklində qurucu sadə fe'llərdir. Xəbərlərdən hamısı təsvirlənən fe'li ifadə olunub, xəbər şəklində qurucu sadə fe'ldir. Daşıyır, sovurur, sudan sulamaqdır burada. Quruluşca sadə olmadığı üçün 6 doğru ola bilməz. 2, 3, 4, 5 A bəndi testin doğru cavabıdır. Hansı cümlələrin xəbəri düzgün işarələnməyibdir? Deməli, burada bütün cümlələrin xəbərində düzgün işarələnibdir. Amma C variantına diqqət etsək, yəni bu düzgün işarələnibdiyində bunları da təhlil eləmirəm. Mən bu gün deyil, sabah gəlməyi düşünürəm. Mən bu gün deyil, sabah gəlməyi düşünürəm. Nə edirəm? Düşünürəm ki, mən burada xəbər deyil olmalıdır. Biz deyirik ki, həmcinslik təşkilində deyil sözü yox sözü ilə əvəz olunanda müstəqil cümlə üzvü olur. Mən bu gün yox, sabah gəlməyi düşünürəm. Düşünürəm deyil xəbərdir, mən mübtədadır. Ona görə bugün sözü burada xəbərin tərkib hissəsi deyil. C variantı yanlışdır. Testin doğru cavabıdır. Bu cümlə üzvləridir dostlar. Kanalıma abunə olub paylaşmağı unutmayın. Növbəti izahlarda görüşərik. Salamat qalın.